Salam, necəsiz? Bizi ki tanıyırsınız. İranda Təbriz şəhərində YouTube-a başlamışıq Bakı dilində, yəni ana dilimizdə. Nə oldu ki, biz neçə gün idi yox idik. Özünüz bilirsiniz də İranın Amerika ilə, İsraillə bir dənə hərbisi var idi, bir dənə müharibəsi var idi və biz də indi bu videoyu ki götürürük 63-cü gündür ki, İranda internet yoxdur. Və biz bu videonu ha vaxt upload eləsək, bilmirəm, şayad 10 gün sonra, şayad 70 gün sonra, şayad 90 gün sonra ya da məsələn 65-ci gün bu videonu upload eləyək ki, inşallah bu videonu upload eləsək və siz bunu görsəz, biz də İranda internetlər açıqdır və sizlərə video qoya bilirik. İndi Sina, sənin sözün də nədir buna? Biz indi deyə bilərəm ki, bir 2 aydır biz ev tutmuşuq. 2 ay yarımdır ki, bu evi tutmuşuq, burada video çəkək, sizlərə qoyaq, sizlərlə paylaşaq. Amma müharibə oldu, 63 gündür ki, bizim internetimiz yoxdur. Var ha, budur da, məsələn, biraz bəst olurlar, qət olurlar və o internet olmur. Evində kirası vardı, evin kirasını cibdən veririk buracan. Bizim işimiz internetləndir. Biz internetlə pul qazanırıq, pul bizim cibimizə internetlə gəlir. İndi biz 63 gündür ki, beşarıq. Və bunu da deyək ki, 63 gündür ki, İranda nə olur şəhərdə. Biz bu 60 günü video götürmüşük Təbriz şəhərindən və bu da deyək ki, həm Təbriz şəhəri və həm çox bütün şəhərlər, Kollə İran. Bütün İranın, yəni bütün insanları bu videolar içində görəcəksiniz. Hər gün belədir. Gedin 2 dənə videoya baxın, gəlin. O videoyu ki gördünüz, bunlar deyə bilərəm ki 63 gündür non-stop, hər gün, Hər gecə. hər gecə, yəni hər gecə bu cür bayraq dolandırırlar. Biz burada nohə deyərik də, qəmgin bir nohə vardı, onu açırlar, ehsan verirlər, çay verirlər. Büdür. Bunun da yanında bizim burada Türkiyələr deyirlər, devrim mühafizləri Türkiyələr deyirlər ki, biz burada pəsiz deyərik onlara. Onlar da gündə tapanca əllərində, Klaşinkov əllərində. Görürsən, Sana Allah canı rəhmət olsun. Tarixdə görsün. Görürsən 15 yaşı var, 16 yaşı var, 20 yaşı var, tapancağı verib əlinə dolanır, maşınları axtarırlar. Adamları axtarırlar, sənin telefonunun içinə də axtarıb baxa bilərlər ki, nə vardı. Səni yəni Əllərində də heçət yoxdur. Bir kağız olar ki, mən bundan baxa bilirəm sizə, yoxdur elə. Maşının qabağını alır bizim özümüzü. Neçə gün qabaq elə maşınla gedirdik, maşınımızda heç at yoxdur. Adlı bir şəxs, adlı bir adamıq. Alır qabağını divey kənara, veririk kənara, düşürlər. Maşın hər yerini axtarırlar, özlərimizə baxırlar, ondan sonra ötürürlər. Bizləri məsələn burada tanırlar. Görürlər bula gelirik, çox gir vermirlər. Bəli, bəzi adamlar vardır ki, vaqəən qiyafələr məsələn bizlərə biraz saqqallıdır. Uzun olanda çox gir verirlər. Hər yerin axtarır. Bəli, bizlərə ehtiram qoyurlar, tanırlar, ötürürlər, gedirik. Və bunu da deyim biləcək ki, indi 63 gündür onların işi internetləndir, dayanıbdır. Blogerlər, influencerlər, fenomenlər, saytları olanlar, onlar ki, onlayn şapları vardı, internetlə, məsələn, bu telefonu satırdı, internetlə vəsait satırdılar. Onlar hamısı dayanıb. Drop shopping, kollən nə mənə, yəni internetə bağlıdır ki, bizim də deyə bilərəm dünyada bizim elə 70-80% işlərimiz elə internetlədir. Burada dayanıb və bahalıq da çoxdur. Yəni bir dənə yağı burada biz deyə bilərəm ki 20 bərabər, 100 bərabər. 100 bərabər. Məsələn, indi bir yağ 5 dollar idi. İndi biz onu alırıq məsələn 45 dollara. Çox bahadır. Bu cür. İnşallah ki bu videoyu gördünüz, internetlər açılıbdır. Biz də bu videonu qoya bilirik. Bizi də takip edin, subscribe eləyin. Çünki bu 60 günü biz oturmadıq. 60 günü qəşəng videolar götürmüşük ki, inşallah bu videodan sonra o birisi videoları atacaq, hamısına baxasınız. Bizi də abunə olun ya Ali.